Yazır ki, niyə ağıllı, imanlı insanlar hərəsi bir yerdə təkdirlər? Niyə bir-birlərini tapa bilmirlər? Ay canım, biz ən ağır zamanda yaşayırıq. Biz haqq dünyasında deyilik, ədalət dünyasında deyilik. Hələ o bizə vəd edilir. İnsanın düşməni ev əhli olacaq, onlar biri-birini ölümə təslim edəcək yazılırsa, əgər bunlar yaşanmasa, peyğəmbərlərin bunların yaşanması gərəkdir deyilən yazılar bəs nə ilə öz təsdiqini tapar? Odur ki, sanki başınıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bu odlu imtahanlara, bu qarşı durmalara baxıb təəccüb etməyin. Bunları şükürlə qəbul edin. Görürsən, adam gəlir, təhqir edir. Deyirəm, səni bura yönəldənə şükür. Sən də evində qarşı durmalarda deyirəm, məsləhətinə şükür, ya Rəbbim. Budur da bunun üçün. Siz də tez tələsik atırsınız onu bloka. Niyə atırsınız? Bunlar dərsdir. Bu dərsdir, sinifin dərsidir. Bu adam burada olmalıdır. Mən onu cavablandırmalıyam. Siz də buradan bəhrələnməlisiniz. Başa düşdünüz? Ana blok etmirik, səs